Salam dəyərli dostlar, əziz müəllimlər, əziz müdavimlər. Mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan Dili Ədəbiyyat müəllimi Elton Abışov. Müəllim Hazırlıq Mərkəzində may ayının 18-də keçirilmiş imtahanın ədəbiyyata aid olan hissəsinin izahını verəcəm sizə. Xatırladım ki, bu imtahan 2023-24-cü il MİQ imtahanı əsasında hazırlanıb. Bəzi suallar eyni ilə MİQ-ə düşdüyü kimidir, bəzi suallarda müəyyən dəyişiklik eləmişik, bəzi suallarda özümüz əlavələr eləmişik, yəni hamısı yadda qalmadığı üçün. Burada bizləri təəccübləndirəcək bəzi məqamlara da biz rast gəlirik. Bəzən biz quizlərdə, ümumi sınaqlarda və yaxud da test toplarına suallar salırıq. Müdavimə şikayət edir ki, biz MİQ-ə getmişik, amma indiyə qədər belə suallar görməmişik, amma onları təəccübləndirəcək bəzi sualları biz burada nəzərinizə çatdıracağıq ki, nələrə diqqət etməlisiniz, onlara diqqət edin deyəndə, ay müəllim, ümumi düşür, belə düşmür deyə mübahisələr edilir, amma əslində elə deyil. Ədəbiyyat çətin fəndir və orada bütün məqamlara, bütün hissələrə diqqət etmək vacibdir. Və suallara keçməmişdən əvvəl MİQ tipli, sertifikasiya tipli, bu tipli sualları daha çox tanış olmaq istəyirsinizsə, daha çox izahlardan faydalanmaq istəyirsinizsə, Elton Abışov YouTube kanalına abunə olun ki, deməli sizə tez-tez bildirişlər gəlsin. Birinci suala diqqət yetirək dostlar. Mirzə İbrahimovun Gələcək Gün romanı ilə bağlı yanlış fikri müəyyən edin deyir. Burada birdə deyir ki, deməli biz yanlış fikir müəyyən etməliyik burada. Bizə 5 fikir verilibdir. Onlardan hansılar yanlışdır, onları müəyyən etməliyik. Bir də deyir ki, Mübaşir Məmməd mal bölgüsü haqqında cəmaata məlumatı çatdırdıqdan sonra üsyankarcasına Hikmət İsfahaninin qabağında duran Musa kişiyə borcunun olduğu xatırladılır. Bu fikir doğru olacaqdır. Burada müdavimləri ən çox çaşdıran məqamlardan biri üsyankarcasına sözüdür ki, bəs Mübaşir Məmmədin yanında Musa kişi üsyankarcasına çıxış etmir, üsyankarcasına durmur. Çünki Musa kişi sonradan şallağa onda 200 şallaq vurulmaq əmr eləyir. Bu formada deməli mübahisələr doğururdu müdavimlər arasında, amma kitabda belə bir hissə keçirdi ki, Firidun deyir Musa kişinin üsyankarcasına Hikmət İsfahaninin qabağında durub bir tərəfində deməli Həsən Alının bir tərəfində öz uşaqları idi. Belə bir cümlə keçirdi. Bir doğrudur. 2-yə baxırıq. Firidun kəndə gəldiyi ilk gündən deməli, kəndlərin hüquqlarını başa salmağa çalışır, onların halına acıyırdı. Eynilə bu cümlə düşmüşdü. Amma Firidun kəndə gəldiyi ilk gündən kəndlərin hüquqlarını başa salmağa çalışır hissəsi yanlışdır. Düzdür, Firidunu da düşündürdü, kəndlər nə etməlidir, hansı iş görməlidir, nə etməli sualı Firidunu da düşündürürdü. Amma kəndə gəldiyi ilk gündən onların hüquqlarını başa salmırdı Firidun. Ona görə 2 yanlış olacaqdır. Musa kişinin döyüldüyünü görən Firidun dəci bilərəkdən pozduğunu ağaları dedikdən sonra Musa kişiyə şallaq vurmağa deməli Musa kişiyə şallaq vurmağa saxlayırlar. Bu fikir də orada eynilə var idi. Burada məsələ nədir? Firidun dəci bilərəkdən pozduğunu demir. Deyir, mən su gətirməyə getmişdim, orada Vəli qoşanda yıxıldım, dəci pozdum. Yəni bilərəkdən yox, bilməyərəkdən dəci pozuldu. Burada isə bilərəkdən keçirdi. Ona görə bax bir dənə sözə görə görürsüz, fikir tamamilə yanlış olubdur. 3 yanlış olacaqdır. Deməli 4-ə baxırıq. Təzə məhsul bölgüsü kəndlərin qulağına çatandan sonra ağır bir sual. Nə etməli sualı? Kəndləri hətta Firidun belə düşündürürdü. Bəli, kəndlər gecə-gündüz ancaq dillərində belə bir şey verir. Nə etməli, nə etməli? Yəni, bu da kəndlərin çarəsizliyini ifadə edən ən ağır suallardan biri idi. 4 də doğrudur. Musa kişi Həsən Alının ilan zəhərindən deməli öldükdən sonra onun övladlarını himayə etməyə başlamışdı. 5-ci fikir yanlışdır. Düzdür, zəhərlənmiş, gürzə vurmuşdu Həsən Alını. Qəsəbalı onun ayağını kəsmişdi, amma ölməmişdi. Evdə idi, yaralı vəziyyətdə. Burada öldükdən sonra dediyi üçün 5 yanlış olacaqdır. Testdə bizdən yanlış cavablar istədiyi üçün 2, 3, 5 B bəndi testin doğru cavabıdır. Durna teli qolu ilə bağlı çox maraqlı bir sual düşmüşdü. Biraz da qarışıq suallar idi. Bəzən müdavimləri düşündürən sual idi. Müdavimlər bu suallarda əməlli başda o tərəf bu tərəfə gedirdi. Bəzi incə məqamlar burada verilmişdi. Durna teli qolunda doğru hadisələrin ardıcıllığını müəyyən edin. Son zamanlar, son 2 ildir ki, mikroxronoloji ardıcıl bu halda, bu vəziyyətdə düşür. Yəni belə düşür.
yəni həm burada bizdən ardıcılığı müəyyən etməyi tələb eləyir, həm də doğru hadisələri tapmağı tələb eləyir. Baxsaq, bir-də deyir ki, Gizir oğlu Mustafa bəyin Şeşbəri döyüş zamanı Koroğlunun qabağına düşür. Düzdür, bu Gizir oğlu Mustafa bəy Şeşbəri atır, Koroğluya burada olduğu haqqında məlumat verir ki, mən buradayam. Amma döyüş zamanı Koroğlunun qabağına düşür fikri yanlışdır. Həmin zamanda döyüş başlamamışdı. Koroğlu hələ aşıq qiyafəsində Aslan Paşanın hüzurunda idi. Burada döyüş zamanı sözü yazıldığı üçün qəbula düşmüş sualdır. Qəbulda belə yazılmışdı. Ona görə səhv götürmüşdülər. İkinci hissə maraqlı hissələrdən biridir. Hoydu dəlilərim, hoydu oğullar, Müxəmməd obası çapılsın gərək. Misrası ilə Koroğlu meydanda oxuyur. Bax, burada müxənnət obası. Bu məsələ biraz çaşdırır. Bu məsələ həm Düratın itməyə qolunda var, həm də Durna Teli qolunda var. Düzdür. Həm də maraqlısı buradadır ki, Düratın itməyə qolunda birinci bəndin ilk misrası ilə ikinci bəndin üçüncü misrasını birləşdirib orada belə bir sual vermişdilər. Müxənnət obası çapılsın gərək dedikdə bu Düratın itməyə qoluna aiddir. Elə bir fikir var idi ki, orada hoydu dəllərim, hoydu oğullar, qoç igid yalyar özü öz qanın. Sonra o biri bənddə var idi. Aman çəksin əlimizdən yağılar, indi bəy paşanın Xodkarın xanı Müxəmməd obası çapılsın gərək. Elə bir fikir var idi. Bu Müxəmməd obası yox, Müxənnət deməli ölkəsi dedikdə Düratın Durna Teli qolunda keçirdi bu məsələ. Deyir, dəlilərin bugün dava günüdür, Müxənnət ölkəsi talanmaq gərək. Bu Durna Teli qolunda belə bir fikir var idi. Deməli, Düratın itməyə qolunda Müxənnət obası, Durna Teli qolunda isə Durna Teli qolunda isə bəli, deməli Müxənnət ölkəsi talansın gərək. Burada Müxənnət obası çapılsın gərək deyir. Orada isə Müxənnət ölkəsi talansın gərək deyir. Deməli, 2 də yanlış olacaqdır. 3-ə baxırıq. Koroğlu dar ağacının dibində dayanıb sevincdən gözlərdə olan Eyvaza baxır. 3 doğrudur. Dar ağacının dibində Eyvaz sevincdən gözləri dolmuşdu. Digər dəlilər deyir, dar ağacın yanında Koroğlunun işarəsini gözləyirdi ki, onu qopardıb döyüşə başlasınlar. Burada həmin onların yanında da Eyvaz biraz təcrübəsiz idi də, sevincdən gözləri dolmuşdu atasını görüb. Koroğluya qoca əkinçini özünü Muradbəylidən gələn tacir kimi tanıdır. Bəli, Koroğlu qoca əkinçiyə Muradbəylidən gələn tacir kimi özünü tanıdır. Bu fikir doğru olacaqdır. Bu arada bu qolda Koroğlu özünü iki fərqli peşə sahibi kimi, bir tacir kimi, bir də Aslan Paşaya aşıq kimi təqdim eləyir. Muradbəyli məsələsindən də bir məqam sizin yadınızda salım ki, deməli Keçəl Həmzənin Qıratı qaçırması qolunda da Muradbəyli sözü keçir. Orada da bir gəraylıda Keçəl artıq belə deyək də Hasan Paşanın Toqatda olarkən Koroğlu Qıratın belində belə bir gəraylı deyir. Muradbəyli deyirlər bizə meydanda mərdlik işləri. Qoç igiddən oğul törər, düşman gözündən beşləri. Belə bir gəraylı oxumuş olur. Orada Muradbəylidən olduğunu deyir. Onu da yadınızda saxlayın, müqayisə olaraq düşə bilər. Qoca əkinçi Koroğluya hadisələrin gedişatına təsir edəcək bir məsləhət verir. Bu eyni ilə belə bir cümlə keçmirdi, amma biz həmin cümlələrin birini unutduğum üçün belə bir cümləni ora əlavə etdim. Bəli, hadisələrin gedişatına təsir edəcək bir məsləhət verir ki, bəs bir yerdə getmək olmaz, tək-tək gedin. Belə bir məsləhət verir. Koroğlu da sonradan onun o məsləhətinə qarşılıq olaraq mükafatlandırır. Aşağı təbəqənin nümayəndəsi Çənlibelə hücum xəbəri gətirir. Bu Koroğlu ilə Bolu bəy qolunda, Durna Teli qolunda belə bir fikir yoxdur. Orada Xoca Əziz Koroğlunun əsir apardığını deyir. Aşıq Cunun da orada Çənlibelə hücum xəbərini gətirmiş olacaqdır. 3, 4, 5 doğru hadisələrdir. Bunları da xronoloji ardıcılıqla düzsək 5, 4, 3 formasında olacaq. Deməli, testin doğru cavabı A bəndidir. Üçüncü sual Səməd Vurğun Vaqif dramı ilə bağlı idi. Düzdür, orada Qapçı Zülfüqarla Kürt Musaya aid sual idi. Kürt Musaya aid doğru cavab, Qapçı Zülfüqara aid yanlış fikirlər tapmağı tələb edirdi. Mən bütün suallar eyni olmasın deyənə bu sualı dəyişdim. Sizin biliyinizi fərqli yöndə yoxlamağa çalışdım. Burada Teymur obrazı ilə bağlı doğru fikri, Şeyx obrazı ilə bağlı yanlış fikri sizin nəzərinizə çatdıracaq. Yəni, bu tipli testlə sizi sınağa çəkmək istədik. Deməli, bir də deyir ki, əsgərlə diyaloqunda şahların dünyadan gözünün doymadığını, onlardan bezdiyini deyir. Bir doğrudur. Hətta əsgər ona deyir ki,
sən deyir orduya deyir ayrı seçkilik salırsan. Sonradan onlar arasında döyüş olur. Teymur və bir neçə əsgər Eldarın dəstəsinə keçir. Qılınca and içərək belə bir fikir orada olur. Ona görə bir doğrudur. Eldarın Qacarın qoşununu qırmağına haqq qazandırır. Bu da doğrudur. Teymur orada haqq qazandırır. Deyir ki, yəni bura Eldarın öz vətənidir. Qacar işğalçı bir obrazda bura gəlibdir. Eldar da haqlı olaraq öz vətənini qoruyur. Ona görə 2 də doğrudur. Vaqifin zülmkar Qacarı həcv etdiyi üçün öldürüldüyünü deyir. Bunu Murad deyir. Bunun Teymurla bir əlaqəsi yoxdur. Ona görə 3 yanlış olacaqdır. 4-ə baxırıq. Deməli, şeyx obrazı ilə bağlı yanlış fikirdir. Deyir, sizin sözünün kəsəri azdır deyə Vaqifə qüsur tutur. Bu qüsuru tutan şeyx yox, vəzir olur. Ona görə 4 yanlış olacaqdır. Yanlışın altından da doğru cavab olacaqdır. Əli bəyə kafir deyəndən sonra Əli bəy də ona satılmış alçaq deyə cavab verir. Bu Əli bəyin elə bir ki, Vaqiflə Əli bəyi aslacağı hissədə sonuncu şəkildədir. Orada Əli bəyə kafir deyir. Əli bəy də ona satılmış alçaq deyir. Bu doğru olduğu üçün yanlış cavabın altından götürə bilməliyik. Vaqifə fani dünyanı unudub üzünü qibləyə tutmağı deyir. Orada ölümünə yaxın deyir ki, artıq ölüm çatıbdır. Bu fani dünyanı unut, üzünü də qibləyə tut. Kəlməyə şəhadət gətir. Deməli 6 doğru olacaq şeyxə aid. Yanlış fikrin altından götürə bilməliyik. Deməli testin doğru cavabı 1 2 4, yəni C bəndidir. Əkinci şeiri ilə bağlı asan bir sual düşmüşdü. Çətin, yəni bu əkinciyə aid biz daha ağır testlər eləyirik sınaqlarımızda və yaxud da toplumumuzda. Ona görə mən bunu asan sual kimi dəyərləndirirəm. Burada uyğunluğu müəyyən etməyi deyir və klasterin içərisində də yanlış məlumat vermişlər. Bəzən bu tipli klasterlər düşəndə klasterin içərisini oxumur müdavimlər. Amma baxmaq lazımdır ki, orada doğru fikri bizdən istəyir, yoxsa yanlış fikri. Deyir, öz həyatı ilə kəndlinin həyatını müqayisə etməsə də özünü üstün yaşadığını dilə gətirir. Bu fikir yanlışdır. Orada öz həyatı ilə kəndlinin həyatını müqayisə eləyir. Deyir, sənin həyatın belədir, amma mən deyir, bəyzadəyəm, naharım belədir, şamım belədir. Amma sən deyir, yazıq bir kəndlisən, qışda ərdib qarı yeyirsən, deməli, buğda tapmayanda darı yeyirsən, bu tipli fikirlər ifadə edir. Deməli, səhv fikirlər olduğu üçün biz klasterdən səhvləri tapacağıq. 1-ə baxırıq. Deyir, kəndlinin ona buğda verəcəyi halda o da kəndliyə yaşamaq üçün darı verəcəyini deyir. Birinci fikir yanlışdır. Elə bir orada fikir yoxdur ki, sən mənə buğda versən, mən də sənə darı verəcəm. Orada sadəcə kəndlini alçatmaq üçün deyir ki, sən deyir, daşdan yumuşaq nə varsa onu yeyərsən, zəhər nədir, marı yeyərsən, darı yeyərsən, belə bir fikirlər ifadə edir orada. Amma deyir ki, buğda versən, darı verirəm fikri orada yoxdur. Yoxdur sözünü qəbul etmir, kəndliyə hədə-qorxu gəlir, hətta onu fiziki şiddət edəcəyindən belə çəkinmir. Bu doğrudur, orada deyir, sənin lütbədəni şallağa tutaram və yoxdur sözünü qəbul eləmir. Deyir, mənim üçün fərqi yoxdur. Yəni, təbii fəlakət məhv elədi sənin əkin sahəni, yoxsa bu illərim əkin olmadı, quraqlıq oldu, mənim üçün fərqi yoxdur. Gözünün bəbəyi ilə çıxart, gətir, ver. Ona görə 2 doğru olacaqdır. Öz haqqını tələb edən obrazdır. Öz dili ilə daxili aləmini hərtərəfli açır. Bəli, mülkədar obrazı öz haqqını tələb edən obrazdır. Yəni kəndlidən deməli öz haqqını tələb edir və öz dili ilə, tipi öz dili ilə danışıb tənqid etmə var. Burada öz dili ilə daxili aləmini hərtərəfli açır. 3 doğrudur. Kəndlinin təhqiramiz şəkildə alçaldır, ona rəhm etmir. 4 də doğrudur. Eyni ilə belə bir cümlə keçirdi. Orada əkinçi satirası ilə bağlı yanlış fikir deməli testdə qəbulda da eyni ilə belə cümlə keçirdi. Əkinçinin ədəbli olduğunu deyir və bu da onu çox qəzəbləndirir. Belə bir cümlə keçirdi. Təbii ki, bu cümlə yanlış olacaqdır. Əkinçinin ədəbli olduğunu demirdi orada. Yəni mülkədarın dilindən sən çox ədəblisən deyilə bir fikir ifadə olunmayıbdır orada. Burada səhvləri istədiyi üçün bizdə 1-5, yəni D variantı testin doğru cavabı olacaq. Yenə də deyirəm, bəzi cümlələr ola bilsin ki, olduğu kimi deyil, biz müəyyən dəyişiklik eləmişik. Yəni yadınıza nə qalıbsa onu sizin nəzərinizə çatdırırıq. 5-ci cümlə, 5-ci deməli fikir, düzdür, orada Nəbi Xəzridən bir şeir var idi, amma eyni şeir deyil. Burada da nümunədə işləmiş bədii təsvir ifadə vasitələrini müəyyən etməyi bizdən tələb eləyir, tam cavabı müəyyən etmək istəyir. Deyir, çiyinlərdə yerin göyün qəmidir,
Ah çəkirsən, asimana yetişir. Gör ki, o qədər qəmlidir ki, ah çəksəm, asimana yetişir. Burada təbii ki, mübaliğədən istifadə olunubdur. Qadınsız ev tufandakı gəmidir. Qadınsız evi gəmiyə bənzədir eləyir. Tufandakı gəmiyə bənzədir. Təşbehdən istifadə eləyir. O nə batır, nə limana yetişir. Burada nə var. Deməli, istifadə olunubdur. Deməli, burada təkrirdən istifadə olunubdur. Fəlakətdə neçə sir yatır, səni yıxır, polad kimi o sınmır. Siri yatır deyir, sir səni yıxır, amma sınmır. Bu tipli bir fikir ifadə olunub orada. Deməli, Önce iPhone'unun kilidini açman gerekiyor. deməli burada metafor olacaqdır. Bizim bu iPhone'larda da Sirilər bizi əməli başlı başımızı xarab eləyib artıq. Deməli, fəlakətdə neçə sir yatır da metafor olacaqdır. Səni yıxır, polad kimi o sınmır. Səni yıxması, sirin yatması metafordur, amma polad kimi sınmır, təşbeh olacaqdır yenə də. Qadınsız evi günəşsiz bir dünya bənzədir, təşbehdir. Deyir, nə od yansa, qızınmır ki, qızınmır. Burada da təzad var ki, yəni od yansa belə qızınmır. Od yanır, amma qızınmır. Təzaddan da istifadə olunubdur burada. Deməli, burada mübaliğə var, təşbeh var, metafor var, təkrir var, təzad var. E variantı testinin doğru cavabıdır. Deməli, mübaliğə, təşbeh, metafor, təkrir bu tam cavab deyil. Ona görə A-nı götürmürük. Burada tam cavabı müəyyən etmək istəyir bizdən. Bu nümunədə inversiya yoxdur. Ona görə B bəndi getdi. Yenə təşbeh, təzad, təkrir, mübaliğə bu tam cavab deyil. Epitet nümunəsi də olmadığı üçün D variantı testinin doğru cavabı ola bilməz. 6-cı sualda çox maraqlı suallardan biri idi. Bunu biz dəfələrlə müqayisə eləyirik. Deyir, tək tərəfli sevən obrazla bağlı uyğunluğu müəyyən edin. Biz bunu deməli, Müsbət Fəxrəddin əsərində Cahangirdir. Ana əsərində də Orxana aid eləyə bilərik. Cahangir və Orxan. Bir dənə də burada tək tərəfli sevən obraz Keçən Həmzənin qırat qaçırması qolunda biz orada Bolu bəyi görürük ki, o Dünya xanımı sevir. Dünya xanım da iti görərəm, qurdu görərəm, Bolunu görmərəm deyir. Cahangir obrazı bu arada Xəzəngüldə də var. Xəzəngül, yəni deməli Xəzəngülün əri onda Gədəbəyə döyüşə getmişdi. O da Cahangir obrazı idi. Adı Cahangir idi. Düzdür, obrazı olaraq orada iştirak etmirdi, amma adı çəkilirdi. İndi buradan bizdən uyğunsuz variantı istəyir. Deyir, hər iki obrazla bağlı doğru fikri müəyyən etməliyik. Deməli, sevdiyi qızın israf çəkməsi onu narahat edirdi. Bu, Orxana aid edilə bilməz. Bu, Cahangirə aid edilə bilər. Burada deməli, ona deyəndə ki, mən gedib özüm, Cahangir belə dostlarla belə dialoqunda belə bir fikir keçib ki, mən gedib özüm qaçıraram, ya da Fəxrəddini özüm öldürərəm, amma Səadətin əziyyətindən qorxuram. Elə bir fikir ifadə eləyir. Ona görə bu hər iki obraza aid olmadığı üçün bir uyğunsuz fikir olacaqdır. 2-yə baxırıq. Ailə üzvləri qızın ona verilməsinə razı deyildi. Təbii ki, bu Hüseyn Cavidin ana əsərində biz orada İsmətin qardaşı Səlimdir. Səlim razı deyildi orada Orxanla onun izdivacına. Hətta onun payını verəcəyimi də deyir. Yəni onun cəzasını verəcəyini də deyir bacısından söhbətdə. Bu əsərin orijinal hissəsinə Müsbət Fəxrəddin ora toxunmuşlar. Əslində bu əsər orijinaldan düşmür, amma belə bir fikri orada ortaq götürmüşdülər. Əsərin orijinalında da səhv eləmirəmsə belə bir fikir var idi ki, orada Cahangir bəy Rüstəmə Səadət haqqında deyəndə, Rüstəm ona inkar etmişdi ki, Səadət alınmaz, Səadətlə səninki alınmaz. Kimi deyirsənsə, sənə elçi gedirəm, həmin qızı sənə alaram, amma Səadətlə alınmaz. Elə bir fikir ifadə etmişdi. Deməli, Rüstəm bəy də Cahangirə Səadəti verməyə razı deyildi. Ona görə ailə üzvləri və yaxud üzvü qızın ona verilməsini istəmir. Bu, hər ikisinə aid ortaq olduğu üçün 2-ni götürə bilmərik. 3-ə baxırıq. Qızın qarşısına çıxıb öz sevgisini etiraf etsə də, qarşı tərəfdən acıqlı şəkildə yox cavabı almışdı. Bu, deməli, obrazlardan yalnız birinə aid. Hüseyn Cavidin ana əsərində Orxana aiddir. Deməli, Orxan, deməli, İsmətin qabağına gedəndə, hətta
bu İsmət onu kəskin şəkildə deməli rədd eləmişdi. Amma müsbət Fəxrəddin biz görürük ki, Cahangir Səadətin yanına gedəndə sadəcə ona demişdi ki, zülmə razı olma, bu iş baş tutmaz. Belə bir fikir ifadə etmişdi. Yəni acıqlı şəkildə yox cavabı verməmişdi ona. Bu da fikirlərdən yalnız obrazlardan yalnız birinə aid olduğu üçün uyğunsuz fikir olacaqdır. Burada deyir hər iki obraza aid olsun. 4-ə baxırıq. Yalnız bir obrazla bağlı doğru fikirdir. Deyir, müəyyən səbəblərə görə müflisləşmiş obrazda əsərin sonunda həyatı məhv olur. Bəli, belə bir cümlə keçirdi orada. Qəbulda da, keçənin qəbulunda da bu Cahangirə aid olacaqdır. Müəyyən səbəblərə görə o müflisləşmişdi. Müflisləşmiş bəy idi. Obrazlardan birinə aid olduğu üçün 4-ü götürə bilmərik. Uyğunsuz fikir kimi. Bütün qızların onun eşqinə əsir olduğunu, əgər razılıq verməsə, onun da sevgilisini də sağ buraxmayacağını deyir. Bu, təbii ki, Orxana aid olan bir fikirdir. Bu fikir düzdür, orada eynisi ilə yox idi. O fikir yadımda qalmadığı üçün əlavə bir fikir əlavə etdim mən bura. Bütün qızların onun eşqinə deyir, əsir düşübdür, amma mən səndən ötürü deyir, ölürəm, elə deyir. Sən mənə razılıq verməsən, səni də deməli, sevgilini də rahat buraxmayacam, öldürəcəyini deyir. Bu fikir Orxana aid olduğu üçün biz 5-i doğru cavab kimi götürə bilmərik. 6-ya baxırıq. Hər iki obrazla bağlı yanlış fikirdir. Özünü klassik ədəbiyyatın qəhrəmanına bənzədir. Biz bunu Cahangirə aid eləyə bilərik. Orada öz-özünə danışan dostlarla orada söhbətin deyir ki, ayağı yalın təpədə deyir, dərələrdə məzun olmuşam. Məzunla məzunun özünü klassik ədəbiyyat qəhrəmanı olan məzuna bənzətmiş olacaqdır. Ona görə 6 hər iki obrazla bağlı yanlış fikir ola bilmədiyi üçün testin doğru cavabı olacaqdır. Deyir, dilindən bir neçə dəfə eyni xalq ədəbiyyat nümunəsi təkrarlanır. Bu Cahangirə aiddir. Kötan nə bilir ki, qayış çəkir, bir neçə yerdə onun dilindən səslənmiş olacaqdır. Ona görə deməli 7-də obrazların birinə aid doğru cavabı olduğu üçün hər iki obraz ilə bağlı yanlış cavab axtarıldığı üçün bu da uyğunsuz fikir olacaqdır. Deməli 1, 3, 6, 7 A variantı testin doğru cavabıdır. 7-ci testdən davam edirik. Çox maraqlı testlərdən biridir 7-ci testdə. Onu da nəzərinizə çatdırım ki, dostlar, deməli, bu Zeybək qızı, yadınızdadırsa mənim bir YouTube kanalımda, Instagram kanalımda belə bir videom var idi. Bu, ən çox düşən əsərlər sırasında hansı əsərlər daxildir? Orada Yusif Əzizin Çəmənzəminin Zeybək qızı əsəri demişdim ki, hər il nədənsə miqə ən çox düşən əsərlər içərisində verilir və o ideyaca bir-birinə yaxın olan Zeybək qızı ilə İstiqlal Marşı əsərinin məzmun xüsusiyyətlərini əsasən burada yanlış cavabı bizdən tapmağı tələb edirdi. Yəni, uyğunsuz fikri tapmalı idik burada. Bir də deyir ki, deməli, millətçilərə məskən olmasın deyə fransızlar meşələri yandırmışdı. Bu fikir yanlışdır. Çünki meşələri fransızlar yox, meşələri ingilislər yandırmışdı. Fransızlar Mithat Əfəndinin deməli evini tutmuşlar. Ona görə bir yanlış olacaqdır. Bizdən də uyğunsuz fikir istədiyi üçün biri doğru cavab kimi götürəcəyik. Əsərə görə vətənin azadlığı üçün canından keçməyə hazır olmaq lazımdır. Bu təbii ki, Çəmənzəminin Zeybək qızı əsərinə aid idi. Orada Münir deməli Mithat Əfəndi, daha doğrusu Mithat Əfəndi döyüş üçün Anadoluya gedir, könüllü olaraq İzmir cəhbəsinə keçir və orada azadlıq üçün canından keçən yüzlərlə, minlərlə türklərin olduğunu görürük. Zeybək qızının əsasında doğrudur. Həmçinin İstiqlal Marşı əsərinə əsasında biz bunu doğru götürə bilərik. Orada deyir ki, arkadaş, yurdunu alçaqları uğratma sakın, sipər etsin əlini dursun bu həyasız axın. Sonra deyir, kim bu cənnət vətənin uğrunda olmaz ki fəda, şühada fışqıracaq torpağı sıxsın şühada. Yəni, əsərə görə vətənin azadlığı üçün canından keçməyə hazır olmaq lazımdır fikri hər ikisinə aid olduğu üçün uyğunsuz fikir olacaqdır. 2. 3-ə baxırıq. İstiqlal Marşı əsəri deyir, Allaha müraciət edərək namərdlərin vətəndən uzaq olması istənilir. Orada 2 yerdə ilahi deyə müraciət var. Birində deyir ki, bəndlərini o zaman vəcd ilə min səcdə edər varsa daşım, hər cərihamdan ilahi qoruyub qanlı yaşım. Belə bir fikir ifadə edir orada. Bir də ilahiyyə müraciət edir, ruhumuz səndən ilahi, budur ancaq diləyi, dəyməsin məbədimin köksünə, deməli, namərdlərin, naməhrəmlərin əli. Yəni, Allaha müraciət edir, namərdlərin vətənlərindən uzaq olmasını istəyir. 3 doğru cavab olacaqdır. Ona görə biz uyğunsuz fikir kimi götürmürük bunu. Torpağın altına yatan minlərcə şəhidləri
düşünüb addım atmaq tövsiyə olunur. 4 də doğrudur. Orada deyir ki, deməli, basdığın yerləri torpaq deyərək keçmə tanı. Düşün, deməli altındakı minlərcə kəfənsiz yatanı, sən şəhid oğlusan, incitmə, yazıqdır atanı. Belə bir fikir ifadə olunur. Təbii ki, bu torpağın altında yatan minlərcə şəhidi düşünmə məsələsi Zeybək qızında elə bir fikir, deməli, yoxdur. 4 ancaq İstiqlala aid olduğu üçün, İstiqlal marşı əsərinə aid olduğu üçün doğru cavab olacaqdır. 5-ə baxaq. Vətənin azadlığı üçün mücadilə aparan ataların yolunu övladları da davam etməlidir. Təbii ki, biz bilirik ki, Yusif Əziz Cəməzəminin Zeybək qızı əsərinə aid bu doğru cavab ola bilməz. Orada Münir bəy Baba Ali məmurlarından idi, əski Osmanlı idi və orada deməli, hətta oğluna deyirdi ki, siz mübarizə aparmamalısınız, ingilislərin o texnikasına qarşı mübarizə apara bilməzsiniz. Yəni onun fikri köhnə 20-ci əsrin əvvəllərində türklərdə də fikir ayrılığı var idi. Bəzisi Mustafa Kemal Atatürkün arxasınca gedib istiqlaliyyəti əldə etmək, müstəqil Türkiyə yaratmaq, cümhuriyyət yaratmaq istəyirdi. Bəziləri əski Osmanlını yenidən bərpa etmək istəyirdi. Biz görürük ki, burada ata-oğul münasibətlərində övlad atanın yolunu davam etmir. Ona görə 5 uyğunsuz fikir olacaq, ortaya getməyəcəkdir. İşğal altında olan ölkənin işğalçı ölkəyə nifrət etməsinin şahidi oluruq. Burada İstiqlal marşında elə bir fikir ifadə yoxdur ki, bu ölkə işğal altındadır və işğalçılara biz nifrət edirik. Amma Yusif Əziz Cəməzəminin Zeybək qızı əsərində biz onun şahidi oluruq. 6 da əsərlərinin birinə aid olduğu üçün yanlış fikir olacaqdır. 1, 2, 5, 6 C variantı testin doğru cavabı olacaqdır. 8-ci testlə davam edirik. Quşqıl əsərinə aid də çox maraqlı bir test düşmüşdü. Bax, bu testdə bəzən müdavimlər şikayət edirlər ki, ay müəllim, bəndləri bir-birinə qarışdırıb vermisiniz. Bu bəndlərini belə test mi olar? Yəni, bu tipli bir şikayətlər gəlir bizə. Amma bu testdə biz şahidi oluruq ki, bəndləri qarışdırıb sual hazırlamışlar orada. Eyni ilə oradakı olan cümlələr verilibdir. Deyir, Quşqıl müxəmməsi ilə bağlı yanlış variantı müəyyənləşdirin. Bəndlərin birində ifadə olunur ki, aqil olan insan müxalif qəmi çəkən olmalıdır. Bu əksinədir. Orada ifadə olunur ki, əgər aqilsənsə, müxalif qəmini çəkmə. Çəkmə aqilsənsə əgər dəhri müxalif qəmini, elə bir fikir ifadə olunur. Ona görə bir yanlış olacaqdır. Bizdən də yanlışları istədiyi üçün biri doğru cavab kimi götürürük burada. 2-də deyir ki, musiqi məclisini dərk edənlərin məclisi olduğu üçün Zahidə belə təsir edir. Bu fikir yanlış olacaqdır. Musiqi məclisi dərk edənlərin məclisidir, amma bu Zahidə təsir etmir. Hətta orada Davud Peyğəmbərlə bağlı bir bənddə deyirdi ki, o Davud Peyğəmbərin deyir gözəl səsi orada, hətta bu həcərə, qara daş adlandırırdı o musiqidən başı çıxmayanı. Musiqidən başı çıxmayanlara təsir etməyəcək. Ümumiyyətlə Zahidə musiqinin təsir etməsi haqqında orada heç bir bənddə hər hansı bir fikir ifadə olunmamışdı. 2 yanlışdır. Deyir, nəğmənin zilini və bənini duymaq üçün qulaqdan qəflət pambığını çıxarmaq lazımdır. Burada bax, 2 bəndi birləşdirmişlər. Burada nəğmənin zilini və bəni duymaq üçün qulaqdan qəflət pambığını çıxarmaq lazımdır fikri yoxdur. Orada var idi. Pəmbəyi qəfləti çəksən dəxi cani quşundan, ta ki əsari nihanda olasan bərxudar. Yəni, sən deyir, qəflət pambığını qulağından çıxar ki, gizli sillərdən aşkar olasan. Gizli silər sənə aşkar olsun. Nəğmənin zilini, bəmini duymaq üçün elə bir fikir yox idi. Düzdür, orada nəğmənin zili, bəmi də var idi. Ziri qəm olma, eşit nəğmə-i zili qəmini deyir. Yəni, qəm altında olma, nəğmənin zilini və bəmini eşit. Amma burada fikir deyir ki, qəflət pambığını qulağından çıxardıb nəğmənin zilini, bəmini eşitmək tövsiyə olunur. Elə bir fikir yox idi. Ona görə 3 də yanlış olacaqdır. Deməli, gördük ki, 2 bəndi birləşdiriblər. Bəndlərin birində deyilirdi ki, burada deməli, sən də qəflət pambığını qulağından çıxart ki, gizli sillərdən aşkar olasan. Burada da deyir ki, qəflət pambığını qulağından çıxart ki, nəğmənin zilini və bəmini eşidəsən. Elə bir fikir ifadə olunmuyor burada. Amma hər iki fikir orada ayrı-ayrı bəndlərdə var. Tara qadağı olmuş alət dedikləri üçün Zahidlərdən üzr istəmələri tələb olunur və əsasən sonuncu bənddə biz bunu rast gəlirik. 4 doğrudur. Müxtəlif musiqi alətlərinin adı çəkilən bənddə, yəni birinci bənddə müxtəlif musiqi alətlərinin adı çəkilir. Orada neyin, tarın, balabanın adı çəkilmiş olacaqdır. Musiqinin hər pərdəsində 100 şirin olduğu vurğulanır. Bəli, biraz əvvəl dedik ki,
orada sən deyir pərdəni açma, hər pərdədə 100 sir var. Elə bir fikir ifadə olunur. Ona görə 5 doğrudur. Deməli, testin doğru cavabı yanlışları istədiyi üçün 1, 2, 3 D bəndidir. 9-cu sualla davam edirik dostlar. İlyas Əfəndiyevin Xuştubanın Natəvan əsərinin məzmununu nəzərə alıb, cədvələ əsasən doğru variantı müəyyən etməyi bizdən tələb eləyir. Deyir, əsərin əvvəlində canişin Natəvanın mülklərin yarısını qaytaracağına söz verir. Bu fikir yanlışdır. Düzdür, orada deyir ki, bəs mən çalışaram ki, deməli, sizə mülkünüzün bir hissəsini sizə verim. Yəni, bunun üçün qubernatora müraciət eləyim. Bu da təbii ki, Natəvanın başını aldatmaq məqsədi ilə deməli, deyilən bir fikir idi. Natəvan orada razı olmur ki, mən hamısını istəyirəm, mən varisi yektayam. O da deyir, sən neynirsən bu qədər mülkü? Elə bir diyaloq keçir orada olan qabağına. Deməli, birinci fikir yanlış olacaqdır. Mülklərin yarısını qaytaracağına söz verir. Ümumiyyətlə, canişin belə bir səlahiyyəti də yox idi ki, mülklərin yarısını ona qaytarsın. Qabağına doğru yazıldığı üçün A variantını doğru cavab kimi götürə bilmərik. B-yə baxırıq. Qardaşı Şahzadəni onun yerinə keçəcəyindən şübhələnir. Bu fikir doğrudur. Buna görə qardaşını öldürmək istəyir. Anası ona xəbər verir. Bu da canını qurtarır. Gəlir Sovet hakimiyyətindən, Sovet hakimiyyətindən də Çar Rusiyasına sığınacaq istəyir. Çar Rusiyası da onu mərkəzdə yox, Qarabağ bölgəsinə sığınacaq vermiş olur. Qabağına yanlış yazıldığı üçün B bəndində doğru cavab kimi götürə bilmərik. Müəllimi Mirzə Ruhullah Natəvana Seyid Hüseynlə evlənməyə təklif edir. Eyni ilə belə cümlə keçirdi keçən ilin qəbulunda. Elə bu cümlə də eyni ilə keçirdi. Deməli, burada Mirzə Ruhullah Natəvanın Seyid Hüseynlə evlənməyə təklif etmir. Sadəcə bu Natəvan artıq Knyaz Xasaydan ayrılandan sonra Şahzadə bir neçə dəfə elçi gəlmişdi. Natəvan yəni xəbər göndərmişdi, özü gəlmişdi, Məlik Dövləni göndərmişdi. Natəvan bir neçə dəfə belə deyək də qəzəblənmişdi, əsəbləşmişdi. Adına da söz çıxırdı. Yəni bunun qarşısını almaq üçün Mirzə Ruhullah ona deyir ki, müəllimi Mirzə Ruhullah ona deyir ki, sən evlən. Demir Seyid Hüseynlə evlən. Seyid Hüseynlə evlənməyə Natəvan özü Seyid Hüseynlə evlilik təklif edir. Ona görə bu fikir yanlışdır. Qabağında doğru yazıldığı üçün C bəndini götürə bilmərik. Zahir bəy Natəvanın Dağıstandan gəlmiş bir rəzgə ələ getməsini təhqir hesab edirdi. Bəli, öz dili ilə bunu etiraf edir. Bu fikir doğrudur. Qabağında doğru yazıldığı üçün D variantını doğru cavab kimi götürəcəyik. Seyid Hüseyn şairi təhqir etməyin bütün xalqa təhqir etmək olduğunu deyir. Bu fikir yanlışdır. Çünki bu fikir Seyid Hüseynə aid deyil, Mirzə Ruhullaha aiddir. Sonuncu deməli, əsərin finalına doğru. Orada artıq Seyid Hüseyni falan zat həbs etməyə gələndə polis onun malikanəsinə gələndə orada Mirzə Ruhullah deyir ki, bəs şairi təhqir etməyin bütün xalqı təhqir etməkdir. Qabağına doğru yazıldığı üçün E bəndində doğru cavab kimi götürə bilmərik. 10-cu sualla davam edirik dostlar. Mirzə Fətəlinin Axuzadə Aldanmış Şavakib əsərinin məzmununu nəzərə alıb yanlış səbəb-nəticə əlaqəsini müəyyən edir. Bu da maraqlı suallardan biridir. Mən də müdavimlərə hər dəfə keçəndə bu hissələrdən sual verirəm. Diqqətli olmağı tövsiyə edirəm. Çox incə bir məqama toxunulmuşdu orada. Adədir ki, Maliyyə Naziri fərmanlar göndərəndə ölkədə ucuzluq və sakitlik idi. Buna görə üsyan və narazılıq olmur. Bu fikir doğrudur. Nəticə də qabağına doğru yazılıb orada. Mirzə Yəhyə əvvəlcədən fərman göndərir ki, şahın belə deyək də şöhrətini qaldırmaq üçün qoşun qulluqçularının maaşı vaxtı-vaxtında verilməlidir. Sonra da altdan da bir məktub göndərir ki, mənim xüsusi imzam olmadan, xüsusi əmrim olmadan heç kimə heç nə verməyin. Üsyan olmamasının səbəbi də həmin dövrdə ucuzluq və sakitliyin olmasıdır. B-də deyir ki, Mirzə Sədrəddin şaha bədxəbər verir. Şah qorxuya düşür, əlac üçün sarayın baş bilənlərin yanına çağırır. Bu fikir də doğrudur. Mirzə Sədrəddin bu ulduzların toqquşub İran səltənətinə xüsusilə Şahbaza zərər yetirəcəyini deyəndə şahın gənc idi, gənc yaşda da deyir vəzifə şirin olurdu. Buna görə qorxuya düşür, əlac üçün sarayın baş bilənlərin yanına çağırır, onlardan məsləhət istəyir. Baş vəzir rüşvəti rəsmiləşdirir. Bu fikir doğrudur. Dövlət xəzinəsi pulu ilə dolur. Deməli, Mirzə Möhsüm orada
şah sarayının o qulluqçularına vəzifə verir. Həmin o vəzifəyə görə onlardan da pul alır. Bu və digər tədbirlərə dövlət xəzinəsini pul ilə doldurur. Deməli, burada rüşvət rəsmiləşir. Bu fikir doğru olacaqdır. Deməli, D variantına diqqət eləyək. Osmanlı qoşunu İran qoşunundan çox idi. Sərdar Zamanxan yandırılmış torpaq taktikasını həyata keçirir. Düzdür, Sərdar Zamanxan yandırılmış torpaq taktikasını həyata keçirir. Amma orada Osmanlı qoşunu İran qoşunundan çoxdur. Bu fikir yanlışdır. Orada belə bir fikir ifadə edir ki, bizim deyir qoşunumuz deməli sayı hesabla deyir Osmanlı qoşunundan kəm deyildi deyir. Yəni az deyildi, amma mən deyir boş-boşuna orada qırğına vermək istəmədim, o müsəlman xalqının qırğına vermək istəmədim. Buna görə oradakı torpaqları, Təbrizdəki o bütün yolları, karvansaraları, hər şeyləri dağıdır belə hünər etmiş kimi. Sonradan onu bərpa eləmirlər, çünki şahın çox xoşuna gəlmiş olur bu və Osmanlı qoşunu da gəlir hücum edir, heç nə tapmayıb geri dönür. Deməli, burada da Osmanlı qoşunu İran qoşunundan çox idi fikri yanlış olduğu üçün çox deyildi. Əslində deyir, bizim qoşunumuz kəm deyil, onlardan az deyildi. Amma yenə də biz deyir, bu torpaqları yandırdıq. Burada fikir yanlış olacaqdır. Yanlış istədiyi üçün də D bəndi testinin doğru cavabı olacaqdır. Yusif kəndxudalardan tutmuş, padşahdakı bütün mənsəb sahiblərini təhqir edir. Ulduzların bəlasına tuş gəlsin deyə Axund Səməd onu şahlığa layiq deməli, şahlıq üçün təklif edir. Bu doğrudur. Axund Səməd biz bilirik ki, ədavətli bir obraz idi. Ədavət bəsləyən bir obraz idi. Yusif Şah kəndxudalardan böyüklər qədər hamısının rüşvətxor idi. Xüms və İmamalı vergisi alınmamalı idi deyirdi və buna görə də Axund Səməd fürsətdən istifadə edib onu oda vermək istəyirdi. Bu fikir doğru olduğu üçün E variantını doğru cavab kimi götürə bilmərik. Deməli, testin doğru cavabı bütün hallarda D bəndidir. 11-ci sualla davam edirik. Bu da maraqlı suallardan biridir. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində rusların nümayəndəsi olan Senzor Cəfərin qardaşlarla bağlı narahatlığının səbəbini müəyyən edin. Belə bir sual düşmüşdü. Deməli, bir də deyir ki, 1000 il yuxuda olan cəmaatı deməli, əsarət zəncirindən xilas etmək üçün mətbuatda öz qələmlərinizi işə salmısınız. Bu fikir olaraq doğrudur. Orada belə bir fikir keçirdi. Deyir ki, 1000 il deyir yuxuda olan deyir cəmaat hökumətin deyir əsarət zəncirini qırıb deməli özləri üçün bir nicat yolu tapsınlar və həmin deyir niyyətlərini əmələ gətirmək yolunu lazımi mətbuat cəm eləyib qələm ilə çalışmısınız. Belə bir fikir ifadə edir. Ona görə biri biz doğru cavab kimi götürəcəyik. Senzor Cəfər gələndə Rusiya müsəlmanlarını İran dövlətinə tərəf çəkib İttihad-ı Müslim cəmiyyətində iştirak etmək istəyirsiniz. Burada bu məqam var idi orada. Burada Rusiya müsəlmanlarını İran dövləti tərəfinə çəkməsi yox idi. Deyir, Rusiya İslamlarını Türkiyə dövlətinə tərəf çəkib deyir. İttihad-ı Müslim deyir cəmiyyətini iştirak edirsiniz deyir. Ona görə burada Rusiya müsəlmanları İran dövlətinə yox, Türkiyə dövlətinə tərəf çəkib İttihad-ı Müslimin cəmiyyətinə iştirak etmək fikri var idi. Ona görə ikinci doğru cavab kimi götürmürük. Görürsünüz, incə məqamlarda toxunuş var idi orada. Üstdə deyir ki, Azərbaycanda əmələ gələn Hübuti Vətən firqəsinin amalı yolunda çalışıb Təbriz, Tehran, Osmanlı, İran, Gürcüstan və başqa vilayətləri birləşdirib müstəqil Azərbaycan dövləti yaratmaq niyyətindəsiniz. Bu fikir senzorun dilindən keçir. Orada fikir olaraq 3 də doğru olacaqdır. Müxtəlif ölkələrdə təhsil aldığı üçün siz qardaşlar xalqı maarifləndirmək üçün dərdən qabıqdan çıxmısınız. Müxtəlif ölkələrdə təhsil almaları və yaxud da xalqı maarifləndirmək üçün dərdən qabıqdan çıxma məsələsi orada olmadığı üçün 4 yanlış olacaqdır. Qardaşlar müstəqil Turan ideologiyası yaratmaq fikrindədir. 5 doğrudur. Yəni bu cümlə eyni ilə keçən il MİQ-ində düşmüşdü və bunu doğru cavab kimi götürmüşlər. Bəli, orada deyir bir hissəni yəni türklərlə birləşdirib, Osmanlılarla birləşdirib, bu Səməd Vahidə işarə eləyirdi bunu. Siz Turan ideologiyası yaratmaq istəyirdiniz. 1, 3, 5 E variantı testin doğru cavabıdır. 12-ci sual Çingiz Aytmatovun Gün var əsrə bərabər əsərində Sabitcan obrazı digər obrazlardan fərqli olaraq
Deməli biz burada sabitçanın digər obrazdan fərqli olaraq doğru cavablar tapmalıyıq. Yəni ona aid olan xüsusiyyətlər digər obrazlara aid olmalıdır. Deyir, şlaqbaumuna çatandan sonra qarşı tərəfi razı etməyə çalışır. Düzdür, bu fikir doğrudur. Orada sabitcan şlaqbaumuna çatanda qarşı tərəfi belə deyək də razı salmağa çalışır. Amma bu yalnız sabitcana özəl olan bir xüsusiyyət deyildi. Şlaqbaumun yanında olan demək olar ki, hər kəs buna cəhd eləyir. Ədilbəydir, Yedigeydir. Qarşı tərəfi razı salmağa çalışsa da, amma bir nəticə olmur. Burada deyir ki, sabitcan obrazı digər obrazdan fərqli olaraq. Bu xüsusiyyət ancaq sabitcana aid olmadığı üçün bir yanlış olacaqdır. Sonra 2-yə baxırıq. Manqurtluğunun göstəricisi olaraq rus dilində danışmağa üstünlük verir. Bu Tanskbayeva aiddir. Orada gələnləri kənardan adlandırır. Gəlmə insanlar deyir onlara və rus dilində danışır ki, mən vəzifə başımdayım, məndən rus dilində danışın. Başqalarına qarşı nəzakətsizlik etməkdən çəkinmir, cənazəni raziyezdə dəfn olacağını deyir. Eyni ilə belə cümlə keçirdi. 3 doğrudur. Orada onlara it adlandırır, orada döyülmüş it deyir, orada kürəkən ona qarşı çıxır, it özün sən deyir. Belə bir başqalarına nəzakətsiz davranır, həm də meyiti qaytarıb, ölünü qaytarıb raziyezdə dəfn edəcəyini deyir. Yedigey orada ona qarşı çıxır ki, bəs belə bir şey görünməyib də heç vaxt. Evdən basdırmaq üçün çıxan ölünü geri qaytarmazlar. Bu biabırçılıqdır. Belə bir fikir keçir. 3 doğrudur. İşgüzar görkəmini gözə soxaraq öz vəzifəsində üstünlük əldə etmək istəyirdi. Bəli, belə bir cümlə var idi keçən limigində sabitcandan bağlı. Bu doğrudur. Deyir, mən vilayət həmkarlar şurasındanam deyib o əskərə belə deyək, təzyiq etmək istəyəndə əskər deyir ki, hardan olmağınızın mənim üçün bir fərqi yoxdur. İcazə kağızınız var, yoxsa yoxdur. Belə bir fikir ifadə eləyir. 4 də doğrudur. Atasının vəziyyətinə rəğmən cənazənin ana beytdə dəfn olmasına narazı idi. Bəli, deyir, ölüdür, ölüb. Harda bastırsaz orada olacaq onun qəbri. Yəni mütləq ana beyt olmalıdır. Bu da sizə ana beyt indi döyülmüş il kimi qaydarsız belə bir fikirlər ifadə eləyir orada. 5 doğru olacaqdır. Deməli 3, 4, 5 C bəndi testin doğru cavabıdır. 13-cü sual. Bu sual keçən ilmiginə düşmüşdü. Maraqlı suallardan biridir. Düzdür, biraz əl gəzdirmişik bu suala. Çünki tam olaraq oradakılar yadımızda qalmamış, amma məzmun eyni məzmundur. Deyir, Mircələn açıq kitab əsərini oxuduqdan sonra çıxarılan nəticələri müəyyən edin. Bir də deyir ki, yaxşı dost dəstəyi ilə ən gərgin anlarda belə sənə güc verəndir. Bu fikir doğrudur. Elə bir orada bu məzmuna uyuyan bir fikir keçirdi orada. Burada yaxşı dost kimi biz Rübabəni götürə bilərik, Muxtarı götürə bilərik ki, onlar Vahid üçün mübarizə aparır və ən gərgin anlarında ona güc verməyə çalışırlar. 2-yə baxaq. Qanun tərəzidir, amma ədalət yoxdursa o tərəzi ancaq gücünü çəkər. Bu fikri biz bu Komsomol bürosunun iclasında Gəldiyevə, Verdiyevə aid edə bilərik. Düzdür, orada haqsız şəkildə Vahidi, baxmayaraq ki, Vahidin heç bir günahı yox idi, amma burada qanunun tərəzisi ədalət olmur orada, ədalətsizlik eləyirlər. Haqsız şəkildə Vahidi oradan sabahsı gün, yəni iclasının sabahsı günü heç kimin xəbəri olmadan Verdiyə belə deyək də belə bir imza verib Vahidi universitetdən qovur. Deməli, qanun tərəzidə, amma ədalət yoxdursa, o tərəzidə ancaq gücünü çəkər. Orada güclü tərəf Verdiyə və Gəldiyev idi, onlar qalib gəlmiş olur. 2 də doğru olacaqdır. 3-də deyir ki, ağıllı olub tək qalmaqdansa hamısı ilə birlikdə dəli olmaq yaxşıdır. Belə bir fikir ümumiyyətlə açıq kitabda aşılanmır, elə bir nəticə çıxartmaq olmaz. Gücün kimin tərəfdə olmasına əhəmiyyəti yoxdur. Belə bir cümlə keçirdi orada, açıq kitabda keçənin qəbulunda. Əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir. Biz gördük ki, orada sonda, düzdür, bu 2-də də var, 2 ilə 4 bir-birinə əks gəlir, amma hər ikisini biz orada görmüş oluruq. Biz sonda görürük ki, güc tərəfləri məğlub olur, deməli, Verdiyevdir, Gəldiyevdir, məğlub olur. Vahid və Vahidin, belə deyək də, simasında olan o gənclər qalib gəlmiş olacaqdır. Haqq sonda öz haqqını tapır, qalib gəlir. 4 də doğru olacaqdır. Artıq xəyallarım suya düşəcək deyə narahat olmur. Artıq xəyallar suya düşəcək deyə narahat olmur. Çünki onları suya düşə-düşə üzməyə öyrənə biliblər. Bu fikir əsərin məzmunuyla səsləşmədiyi üçün 5-də yanlış olacaqdır. 1, 2, 4 A bəndi testin doğru cavabıdır. 14-cü testdə yenə də bədii təsvir ifadə vasitələrinə aid olan bir testdir. Adətən miqdə 2022-ci il miqinə 2 dənə bədii təsvir vasitəsi düşmüşdür. Bu yəni olmazsa olmazdır. Miq imtahanı olmazsa olmazı olacaqdır.
Buradan bizdən doğru fikirləri müəyyən etməyimizi istəyir. Deyir, dünyada sakitlik aramıram mən. Günəş kimi parla, səhər kimi gəl. Göylər tək yoxuma gəlmək istəsən, sən ailə ulduzu göylər kimi gəl. Nümunənin ancaq bir misrasında bənzətmə əsasında yaranan sadə məcaz növü işləməyib. Yəni deyir, təşbeh işlənməyibdir. Təşbeh işləməyib yalnız bir misrasında. O da birinci misraya aiddir ki, burada təşbeh işlənməyibdir. Günəş kimi parla, günəşə bənzədir. Səhər kimi gəl, səhərə bənzədir. Göylər tək göylərə bənzədir. Ailə ulduzlu göylərə bənzətmiş olacaqdır. Deməli, digər misralarda təşbeh var, amma ancaq birinci misrada yoxdur. Ona görə biri biz 14-də doğru cavab kimi götürəcəyik. 2-də deyir ki, müxtəlif ifadə vasitələri işlənən nümunədə natamam qafiyədən istifadə olunubdur. Burada deməli, görürük ki, istəsən mən. Mənlə istəsən burada natamam qafiyədir. Deməli, natamam qafiyədən istifadə olunubdur. Müəllif müxtəlif ifadə vasitələrindən istifadə edibdir. Burada inversiyadan istifadə olunubdur. Burada da kimlər təkrar olunur, təkrirdən də istifadə olunubdur. Ona görə 2-ni də doğru cavab kimi götürəcəyik biz. 3-ə baxırıq. Sonuncu misrada bədii təyinlə istifadə olunmuş şeirdə burada ailə ulduzlu göy olur. Ay da çıxır, ulduz da çıxır göydə. Ona görə burada bədii təyin, yəni epitetdən istifadə olunmayıbdır. 3 yanlışdır. Nümunənin müxtəlif misralarında söz sırasının qəsdən pozulması obrazlıq yaratmağa xidmət edir. Günəş kimi parlar, səhər kimi gəl, göylər tək yoxuma gəlmək istəsən, əgər sən ailə ulduzlar günəş kimi gəl. Burada birinci misra istisna olmaqla digər misralarda inversiya olmadığı üçün burada deyil müxtəlif misralardır. 4 yanlış olacaqdır. Nümunənin müxtəlif misralarında işlənmiş təşbehdə bənzəyən eyni olsa da bənzədilən obyektlər müxtəlifdir. Bu doğrudur. Bənzəyən o sevgilisidir. Onu günəşə bənzədib, səhərə bənzədib, göyə, deməli, göy tək yuxusuna gəlib. Bir də ailə ulduzlu göylərə bənzədibdir. Deməli, bənzəyən obyekt eyni olsa da bənzədilən obyektlərdə müxtəliflik var. 5 doğru olacaqdır. 1, 2, 5 B bəndi testin doğru cavabıdır. Və sonuncu sualdır. Bəli, sonuncu suala, 15-ci suala baxaq. Deməli, Bakıxanovun Hikməti Fəziləti hekayətinin məzmununa əsasən doğru cavab müəyyən etməyimiz tələb olunur burada bizdən. Bu 14-15-ci sual miqə düşən suallar deyil. Bunu özüm hazırlamışam. Yəni, oradakı sualların hamısı olduğu kimi yadıma qalmadığı üçün 2 dənə əlavə sual əlavə etdim burada. Deməli, hünər başda olsa taca bənzər, başsız olsa yükə bənzər. Atalar sözü qocanın şaha ikinci cavabı ilə səsləşmir. Bu fikir doğru olacaqdır. Çünki ikinci sualda yaxşılıq nədir? Ona yaxşılıq, dünyada ən yaxşı şey, yaxşılığın, daha sonra dünyada ən yaxşı şey nədir deyir. O da cavab verir ki, ən yaxşı şey elə yaxşılığın özüdür. Burada isə hünərdən danışır. O qocanın ikinci cavabı ilə səsləşməyəcəkdir. Ona görə testin doğru cavabında 1-i götürəcəyik. 2-yə baxırıq. Şaha verilən cavablarda maddi və şəxsi maraqlar əsaslanan fikirlər olsa da, əsasən müdrik mənəvi dəyərlər önə çəkilir. 2 doğru olacaqdır. Hələ orada tacirlər özünə uyğun, vergi toplayanlar özünə uyğun, saraydakı o yaltaqlar özünə uyğun cavabları verir. Amma orada müdrik və mənəvi dəyərlər önə çəkilir, daha yaxşı. Qocanın verdiyi daha yaxşı cavablar önə çəkilmiş olacaqdır. Müəllif sondakı nəticə ilə ideal bir rəhbərlik modeli göstərir. Ədalətli və müdrik rəhbər, ağıllı və müdrik vəzir. 3 doğrudur. Orada şahın özü də ədalətli idi, o müdrik idi. Müdrik cəhətində də qərar verir. Orada qocanı özünə vəzir seçir. Həmin vəzir də ağıllı və müdrik idi. 3 də doğru olacaqdır. Gənclər bilməlidir ki, uğur yalnız ağılla yox, həm də dürüstlüklə gəlir. Fikri qocanın sonuncu cavabı ilə səsləşmir. Bu fikir də yanlışdır, səsləşəcəkdir. Sonda qocanın cavabı deməli, həqiqət olur, həqiqət. Burada da dürüstlüklə gəlir deyir. O səsləşəcəkdir, ona görə 4-ü doğru cavab kimi götürə bilmərik. 5-ə baxırıq. Şahın 3-cü sualına müxtəlif cavablar gəlsə də ən uyğun cavab müdrik qocanın cavabı olur. Və bizə verilən hissədə biz görürük ki, birinci cavabda orada tacirlər, xərət yığanlar müxtəlif cavab verir. Sonradan ikinci sualda da
ən yaxşı şey şahın rahatlığıdır, firavanlığıdır belə cavablayacaq. Amma 3-cü sualda birbaşa qoca cavab vermiş olacaqdır. Ona görə 3-cü sualda müxtəlif cavablar gəlmir orada Y-dən. Ona görə 5 yanlış olacaqdır. Testin doğru cavabı 1, 2, 3 B bəndidir. Dostlar, bu Müəllim Hazırlıq Mərkəzinin 18 may 2025-ci ildə keçirdiyi ümumi sınaq imtahanının ədəbiyyat suallarının izahı idi. Keçən ilin qəbuluna uyğun olaraq suallar yığılmışdı. İnşallah ki, sizin üçün faydalı olacaqdır. Siz də bu tipli suallar işləmək istəyirsinizsə, bizim sınaq qruplarımız var, dərslərimizə qoşula bilərsiniz. Növbəti dərsdə görüşərik. Kanala abunə olub, rəy bildirməyi unutmayın. Salamat qalın, sağ olun.